Sushi bar, ikinci hissə, part 2. 6-cı məqamı isə burada avadanlıqdır ki, sushi vitrini düzgün olmalıdır. Oradakı işləyən sushi masterlərin düzgün sushi bıçaqları, professional bıçaqları olmalıdır. Düyü bişirən rice cooker aparatları olmalıdır və olsa üstünlük təşkil edərdi ki, dondurucu da olsa mətbəxdə daha bir üstünlükdür. 7. Menü və menü çeşidləri. Açılışdan öncə 15-25 çeşid növləri qoymaq lazımdır. Əlbəttə ki, gələn qonaqlar o dadı, o stabilliyi də bizim aşbazlar bişirib düzgün halda təmin etməlidir. 8. Branding və dizayn. Burada minimalist və Yapon üslubunda olsa restoran əla olardı. Güclü ad, loqo və vizual kimlik də yaddan çıxarılmasın. Daima şeflər sushi ilə belə çəkdikdə, hər hansı bir təqdimat etdikdə Instagram və yaxud TikTok üçün fotogenik şəkillər çəkilməlidir. 9. Marketinq və satış. Bu Instagramda və TikTokda daima master şeflər və komandası hər hansı bir yeməkləri bişirdikdə bunu təqdimat etməlidir və tərkib hissəsini deməlidir. Çünki indiki tendensiya onu tələb edir. Əlbəttə ki, delivery platformaları ilə, çatdırılma platformaları ilə daima iş əməkdaşlığı olmalıdır ki, çatdırılmasını öncədən kontrakt bağlanmalıdır, müqavilələr və açılışdan öncə isə hər hansı bir promotionlar 3+1, 2+1, 1+1 yaddan çıxarılmasın. Nəinki sushi barın və digər projələrin də döyünən ürəyi sayılan maliyyə planlarıdır ki, bunlar başlanğıc xərclərdir ki, təmir, avadanlıq, mallar, məhsullar və işçilərin personal xərcləridir ki, bu maaşlara daxildir. Yaddan çıxarmayaq. 3-6-9 ay ərzində büdcə ehtiyatınız olmalıdır. Əgər yer tutarsa, 3 ayda onu bəsdir və döyünən ürəyindən də bilir, maya dəyəri və marja hesablanması da yaddan çıxarılmamalıdır. Hamıya uğurlu sushi bar projesini arzulayıram. Daha maraqlı və ətraflı məlumatlar almaq üçün bizim Instagram, TikTok və YouTube kanalımızı izləməyinizi davam edəsiniz.